Son dövrlərdə dünyada və regionda baş verən hadisələr, Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycan Prezidenti İlham Əliyevin 6 aprel tarixində Gürcüstana səfəri xüsusi əhəmiyyət daşıyır. Çünki Bakı-Tbilisi münasibətləri hər ötən gün daha da inkişaf edir. İki ölkə arasındakı əlaqələr strateji səviyyəyə yüksəlib. Bunun isə ciddi səbəbləri var. Regionda enerji və nəqliyyat dəhlizlərinin yenidən formalaşması və Cənubi Qafqazın dünya dövlətləri üçün hər ötən gün daha da əhəmiyyətli logistika marşrutuna çevrilməsi əlaqələri strateji müstəviyə daşıyan əsas faktordur. Bu prizmadan yanaşanda Orta Dəhlizin əhəmiyyətinin artmasını xüsusilə qeyd etmək yerinə düşər. Eyni zamanda Prezidentin Gürcüstana səfəri zamanı bu ölkənin baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatı mühüm siyasi mesajlarla da zəngindir. Bu mesajlar göstərir ki, səfər sadəcə iki ölkə arasında ənənəvi tərəfdaşlığın davamı kimi deyil, həm də regionda sabitliyin qorunması, enerji təhlükəsizliyinin təmin edilməsi və Avropa ilə Asiyanı birləşdirən alternativ kommunikasiya xətlərinin inkişafı baxımından böyük önəm daşıyır. Post-münaqişə dövründə Cənubi Qafqazda yeni güc balansının formalaşdığını, Azərbaycanın regional layihələrdə kilid mövqedə olduğunu, Gürcüstanın da tranzit ölkə mövqeyinə yüksəldiyini nəzərə alsaq, səfərin əhəmiyyətinin, aparılan müzakirələrin vacibliyinin bu kriteriyaları da əhatə etdiyini anlayarıq. Bu səfər və müzakirələr təkcə iqtisadi və enerji sahələrində əməkdaşlıq deyil, eyni zamanda təhlükəsizlik, siyasi koordinasiya və regional layihələrin gələcəyi kimi daha geniş spektri əhatə edir. Ölkə başçısı İlham Əliyev mətbuat konferansında Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlara xüsusi diqqət çəkib. Prezident qeyd edib ki, region artıq uzun illər davam edən münaqişə kölgəsindən çıxıb. Bugün Cənubi Qafqaz regionu sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilib. Yaranan sülh və sabitlik iqtisadi inteqrasiya, enerji əməkdaşlığı və nəqliyyat kommunikasiya xətlərinin genişlənməsi üçün də böyük əhəmiyyət kəsb edir. Bu isə o deməkdir ki, Cənubi Qafqaz regionu artıq qarşıdurma zonası yox, əməkdaşlıq platformasına çevrilir. Prezident İlham Əliyev bu prosesdə Gürcüstanın rolunu xüsusi vurğulayıb. Ölkə başçısı bildirib ki, rəsmi Tbilisi regionda sabitliyin möhkəmləndirilməsi, təhlükəsizliyin qorunması, region dövlətləri arasında iqtisadi əməkdaşlıq və dialoq məsələsində aktiv rol oynayır. Eyni zamanda müxtəlif tərəflər arasında körpü rolunu oynamaq qabiliyyəti Gürcüstanı regionda sülh və sabitliyin əsas dayaqlarından birinə çevirir. Bu prizmadan yanaşanda Prezidentin Tbilisidən verdiyi mesaj regionda yeni eranın başlanğıcı kimi qiymətləndirilir. Dövlətimizin başçısı çıxışında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına da diqqət çəkib. Prezident İlham Əliyev bildirib ki, regionda davamlı sülhün təmin olunması sadəcə sənəd imzalamaqdan keçmir. Bu sənədlər həm də real addımlarla möhkəmləndirilməlidir. Onun sözlərinə görə sülh müqaviləsi hüquqi baza yaratsa da, əsl sabitlik tərəflər arasında etimadın formalaşması, iqtisadi əlaqələrin qurulması və qarşılıqlı asıllığın artması ilə mümkün olacaq. Bu kontekstdə Azərbaycan və Ermənistan arasında artıq formalaşmağa başlayan ticarət əlaqələrinin mövcudluğu xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın neft və qazının, yaşıl enerjisinin Avropaya daşınmasında Gürcüstan tranzit ölkə rolunu oynayır. Yeni layihələr isə bu xətt və marşrutları daha əhəmiyyətli, səmərəli və etibarlı mövqeyə yüksəldəcək. Orta dəhliz kimi logistika yolları yük daşımaların həcmini artırır, ticarətin diversifikasiyasına şərait yaradır, enerji resurslarının regionda təhlükəsiz və etibarlı şəkildə paylanmasını təmin edir. Yaxın illərdə isə bu əməkdaşlıq təkcə Azərbaycan və Gürcüstan iqtisadiyyatına yox, eyni zamanda Cənubi Qafqaz ölkələrinin də iqtisadiyyatına öz töhfəsini verəcək, regionun rolunu artıracaq. Beləliklə, Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasında enerji, nəqliyyat, regional əməkdaşlıq baxımından strateji xarakteri daşıyır. Eyni zamanda bu səfər Cənubi Qafqazda əməkdaşlığın gücləndirilməsi, iqtisadi inteqrasiyanın təşviqi baxımından da əhəmiyyət daşıyır. Qısacası, artıq Cənubi Qafqazda yeni dövr başlayır və Azərbaycan bu dövrün lideri, qurucusu və təminatçısıdır.